namazları var bu ayın. Bir dənə xüsusi namaz var, onu deyirəm sizə inşallah. Hər gecə şam xiftər namazından sonra qala bilərsiniz. 2 rükətdir. Hər rükətdə həmd, 3 dəfə ixlas. Bu gecə namazını qılıram deyirsən, qürbətən Allah. Və namaz bitəndən sonra, salamlardan sonra duanı oxuyursan. Hansı duadır? Qoy oxuyun bunu. Amma bu duanı əllərini qaldırırsan oxuyursan. İnşallah bu duanı oxusuz, bu namazı qılsız, duavuz qəbul olar. Nasıl bir hacətiniz varsa, bu namazla o hacətinizi ala bilərsiniz. La ilahe illallah, vahdehu la şerike leh, ve lehul mulk, ve lehul hamd, yuhyi ve yumit, ve huve hayyun la yamut, biyedihil khayr, ve huve ala kulli şeyin qadir, ve ileyhil mesir, ve la havle ve la kuvvete illa billahil aliyyil azim. Allahümme salli ala Muhammedin nebiyyil ummi ve ali.